Allah Həzrəti Davuda deyir ki, mənim peyğəmbərim, istəyirsən səninlə eyni məqamda olan insanı sənə göstərim. Maraqlı hədisdir bu. İstəyirsən elə bir insanla səni tanış eləyim ki, səninlə eyni məqamdadır, sən peyğəmbər ola. Maraqlı gəldi peyğəmbərə. Dedi, bəli, istəyirəm, əlbəttə istəyirəm. Özü peyğəmbərdir də bilir ki, bu məqama çatmaq nə deməkdir. Dedi, kimdə o mənə göstər, tanış olum. Allah ünvan verdi. Dedi ki, bir ailədə bir mömin qız var, möminə qız var, odur. Filan ailədə. Getdi, qapını döydü, dedi, mən Davud peyğəmbərəm. Dedilər, ey Allahın peyğəmbəri, xoş gəlmişsiniz, buyurun içəri. İndi bu qızla mı görüşür? Deyim, mən qızınızla Allahın əmri ilə görüşməliyəm, Allah istəyib. Görüşür. Başlayır ona suallar verməyə ki, görsün bu necə olub gəlib peyğəmbərlə həm dərəcə olub, eyni dərəcədə olub. Deyirsən, nə əməl sahibisən, say əməlləri danışır. Məsələn də indi deyək, namaz qılıram, oruç tuturam filan, adi şeylər. Həzrəti Davud görüyor, bu adi məsələdir, bu xüsusi bir şey yoxdur burada. Deyir, hallarından danış mənə, müsahibə alır elə bil ondan. Hallarından danış, nə hallar keçirdirsən. Bu başlayır saymağa. Görür ki, halları da adidir. O danışır, bir yerə çatır, deyir, mən bir dənə də xüsusiyyətimi deməyə Allahın peyğəmbəri, mən Allah barədə hüsnü zənn eləyirəm, yaxşı gümandayam. Peyğəmbər soruşur ki, əlaməti nədir bunun, yaxşı gümanda olmağın? Deyir ki, mənə hər hansı bir çətinlik üz verəndə, deyirəm, Allah indi mənə məhəbbət göstərir. Allah mənləndir, narahatçılığa əsas yoxdur. Bunu deyirəm. Allah çətinliklə də mənə sığal çəkir. Allah sevdiyindən bəla göndərib, sıxıntını özü verib, mənləndir, görür və həll eləyəcək hər şeyi, öz əlindədir. Həzrəti Davud deyir ki, baba, budur, məsələ budur. Bəsdir, kifayətdir. Həmin xüsusiyyətdir ki, səni mənlə bərabər eləyib. Görürsünüz nə qədər az istəyirlər bizdən. Allah deyir, mənə ümidvar ol. Mənə gümanın düz olsun. Vəssalam. Mənlə düz ol. Düz gözləntidə ol. Mənim rəhmətimə düzgün ümidvar ol.